Əziz xanımlar, arzu olunmayan hamiləlikdən qorunma yöntəmləri içərisində ən yaygını əlimdə gördüyünüz bu spiraldır. Bəli, spiral tərkibinə görə metal və qeyri-metal olar. Metal tərkibli spirallar əsasən mis tərkibli spirallar, gümüş və yaxud da qızıl tərkibli spirallardır. Qeyri-metal spirallar isə Mirena və Sky adlanan spirallardır. Spirallar formasına görə əlimdə gördüyünüz T şəkilli, yumru, muncuqlu və digər formalarda ola bilər. Əsas burada mövzu nədir? Spirali nə vaxt qoyduraq ki, ağrısız olsun? Əlbəttə, spiralı adətli ikən, yəni ay başınızın 3-cü, 5-ci gündə qoydursanız, həm hamiləlikdən tam sığortalanmış olarsınız ki, hamiləlik yoxdur və həmçinin uşaqlıq boynuğu açıq olduğuna görə spiralın yeridilməsi tamamilə ağrısız olur, yüngül diskomfort. Spiralı nə zaman çıxardaq? Spiralı da həmçinin adətli ikən çıxartmaq və ondan 2 gün öncə, 2 gün sonra cinsi əlaqə etməməyiniz məsləhət görülür. Sizi maraqlandıran daha bir sual. Doktor, spirallar kökəlmə verirmi? Əsla verməz. Metal tərkibli spirallar ümumiyyətcə inert spirallardır. Bunlar nə pasiyenti kökəldər, nə də arıqladar. Ancaq tərkibi progesteron tərkibli olan spirallar isə əsasən də Mirena spiralidir, Azərbaycanda geniş yayılmış. Bu spirallar maddələr mübadiləsində problem olan qadınlarda bəli bir balaca maddələr mübadiləsini ləngidə bilər. Buradan xanımlara üzümü tutub demək istəyirəm ki, əgər artıq sizdə planınızda hamiləlik yoxdursa, arzu olunmayan hamiləlikdən qorunmaq istəyirsinizsə, mütləq qaydada kontraseptiv üsullardan istifadə edin. Əsasən də spirallardan və bu da xanımları gələcəkdə çoxsaylı abortlar və onların fəsadlarından qorumuş olur.